Əziz şagirdlər, bax burada dəftərdə də qeyd eləmişəm. Yəni mikroorqanizmlərin karbon mənimsəmə xüsusiyyətinə görə deməli biz böldük avtotrof və heterotroflara. Azot mənimsəmə xüsusiyyətlərinə görə aminoavtotrof və aminoheterotroflara böldüyümüzü sizə bir daha göstərdim. Uşaqlar, sizdə bir sual yarana bilər ki, yaxşı, bu mikroorqanizmləri hansı elm sahəsi öyrənir, bu mikroskopik canlıları? Bunları mikrobiologiya elm öyrənir. Deməli, mikrobiologiya nəyi öyrənir? Mikrobiologiya adi gözlə görünməyən kiçik ölçülü orqanizmlərin həyat və inkişaf qanuna uyğunluqlarını, onların özünə məxsus xüsusiyyətlərini digər orqanizmlərdə və xarici mühitdə həyata keçirdiyi prosesləri öyrənir. Uşaqlar, sizin kitabınızda bir cədvəl var, mikroorqanizmlərin kimyəvi tərkibini. Bax, buna diqqət verəsiniz. Baxın, burada yazılıb mikroorqanizmlərin kimyəvi tərkibi. Buna diqqət verərsiniz. Və eyni zamanda burada sizə bir dənə də ev tapşırığı var, çalışma. Baxın, 3. Görürsünüz, cədvəli tamamlayın. Bunu da sizə ev tapşırığı olaraq verirəm ki, dərsi daha yaxşı mənimsəyəsiniz. Buyurun, nəsə bir suallarınız varsa, dərsdə bir çətinliyiniz varsa, mən sizi dinləməyə hazıram və suallarınızı verə bilərsiniz.